Sonra bu da boğa. Ağac, bunun ağacı bu muskaya. Bəli, Aferin. Bu heyvan tarixdə ilk dəfə Pliosen dövründə yaranıb və müasir dövrə qədər az miqdarda dəyişikliyə məruz qalmışdır. Arxeoloji araşdırmalar sübut etmişdir ki, 3500 il əvvəl qədim Misirdə bu heyvanlar tamamilə əhilləşdirilmişdir. Ancaq həmin əhilləşdirilmə müddətinin başlama tarixi tam olaraq məlum deyil. Bu heyvanların boyu təxminən 50-70 sm, çəkisi 3-5-7 kiloqram olur. Bu heyvanları yemləmək və sahibləndirmək adəti ilk dəfə Misirdə yaranmış və daha sonra Yaxın Şərq ölkələrinə, sonra isə digər ölkələrə yayılmışdır. Daha öncələr bu heyvanlar Misirlilərə taxıllarını müxtəlif həşəratlardan və sürünənlərdən qorunmaq üçün kömək edirdi. Dünyada 70-dən çox cinsi olan bu heyvanın adı nədir? Cavabımız pişik cavabıdır. Hünər komandası doğru cavab verir. Aferin. İnşallah yarış necə gedir? Yaxşı gedir, sona qədər yarışacağıq. Əylənirsiniz bəs? Çox. Oldu, uğurlar sizə, belə davam. Mənası dünya döyüşündən 3-cü sual oxuyuram. Söz gedən örgü Azərbaycanda qadınlara məxsus ipək safran toxunmuş, örgüc formalı baş örgüdür. Ölkəmizin qərb zonasında buna sarkar da deyilir. Bu örgü gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət dəmsi olmaqla yanaşır, özündə onlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Sözü gedən örgü əsasən İsmayılı rayonunun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. Hər bölgənin örgüyü digərindən əsasən qarşıyasındakı ornamentlərə görə fərqlənir. Söhbət nədən gedir? Cavabları oxuyuram. Xaliklər komandası yazıb kəlamayı. Sonra Hünər komandası yazıb kəlamayı. Qartalar komandası icab. Güclülər komandasına icab yazır. Doğru cavabımız kəlamayıdır. Xaliklər komandası birinci cavabı verdiyinə görə gedir Xaliklər komandasına. Aferin. Sualımızda kök şəkilsi yarmalıydı. Yalnız Hünər komandası bütün sözlərin 5 sözü 5-ci dənə üçün kök şəkilsi yardı və 4 sual qazandı. Kapitanın sözü var. Buradan Gülər Məmməyə salam göndərir. Hansı mənbəyə? Gülər Məmməyə. Aferin. Tüm mənlərə salam olmuş. Alkışlayan. Her komandanın bir cevabı götürüp ama doğru cevabı güçlüler komandası yazdı. Səhv olan sözler ürün, ağaç ve isteği sözüdür. Aferin. İlk dəfə 16-cı əsrdə İtalyan alimi Galileo Galilei icad etmişdir. O, şişə kürənin dəliyini dar şişə boruya lehimləyib, içinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba tökür və sonra su olan qab qızdırılır. Su qızdıqca borudakı suyun səviyyəsi dəyişir. Bu səviyyəyə əsasən maddənin isti və ya soyuq olmasını təyin edir. Birinci Hünər komandası 2 sayıda çıxdı.
Qartallar. Cavabımız, Açırıq qutunu. baxaq belə cavabımız nədir? Cavabımız termometr. 3200 kalır. Bir komandan var. 500 kalır. Bir komandan var. 1000 kalır. Bir komandan sıfır. Galibimiz Tünel komandası. En sağ aşağıda. Galibler komandası əldə olan aferin sizə. Üzlər komandası sizə. Qartallar sizə. Onlar da hər şey olabilir şahidi. Ona görə rahat olun. Yaxşı. Gəlin sertifikatları verək. Tiamo Kids Dahi Uşaqlar Mərkəzinin təşkil etdiyi 5-ci siniflər arası xəmsə intellektual bilik yarışmasında uğurla iştirak etmişdir. İlk yarışınızın qalibi, birinci mərhələsinin qalibi Hünər komandasıdır, birinci qrupun qalibi. Təbrik edir uşaqlar sizi. Komandanın kapitanı özü təqdim elə. Mən Rəhim Kərəm. Necə keçdi yarışma? Möhtəşəm keçdi. Ən xoşuna gələn sual hansı sual oldu? İlginç bütün suallar. Afərin sənə. Qalib olmaq istəyirsiniz finalda da. Kim istəməz ki? Afərin sənə. Rəqibləriniz sizi gözləyir. Təbrik edirəm sizi uşaqlar. Var deyəcəyiniz nəsə söz? Özü təqdim elə. Cavid Bayram. Cavid Bayramlı, buyur. Hünəriniz varsa bizimlə qarşılaşın. Komandalara mesaj verirsən. Afərin sənə. Şimdi başqa mesaj var komandalara. Növbəti komandalara. Finaldakı rəqiblərimizə nə sözünüz var uşaqlar? Yoxdur. Amma ondan köməklər Mühəndis komandası əgər bu final keçsə, onlara bir dənə sözüm olacaq ki, satdınız bizi. Amma yenə biz sizi udacağıq, hər zaman udacağıq. Hünəriniz varsa gəlin bura. Afərin uşaqlar. Allah onların köməkçisi olsun. Oo!